Uşaq İncəsənət Festivalı 2025 çərçivəsində birinci seçim turuna Naxçıvanda start verilib. Azərbaycan Respublikası Mədəniyyət, Elm və Təhsil Nazirlikləri, həmçinin Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən festivalın seçim turu Naxçıvan şəhər Ərtuğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində fortepiano nominasiyası üzrə başlanılıb. İstedadlı uşaqları kəşf edərək onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyəti olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəslə ötürmək məqsədi ilə təşkil olunan festival hər bir istedada öz işığını parlatmaq və böyük tamaşaçı auditoriyasına çıxma imkanı verir. Mindən artıq iştirakçı qeydiyyatdan keçmişdi, deməli, Muxtar Respublika üzrə və bunlardan 663 nəfəri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Uşaq Musiqi, İncəsənət və Bədii Sənətkarlıq Məktəbi şagirdlərinin öhdəsinə düşür. Digərləri isə ümumi təhsil məktəblərindən, yəni qoşulan iştirakçılardır ki, müxtəlif nominasiyalar var. Qeyd edim ki, bu festivalda həm peşəkar, həm də həvəskar olmaqla, yəni iki istiqamətə ayrılır festivalın gedişatı. İştirakçılara uğurlar arzusuyla Həsən Məmmədov, Tərlan İbrahimova, Cavad Hüseynov, NTV Xəbər.